Hər dəfə maaşın gəlir, amma ayın ortasında buxarlanır. İşləyirsən, amma nəticə eyni qalır. Və içindən bir səs deyir, belə nə qədər davam edəcək? Əslində problem aldığın maaşda deyil. Problem odur ki, sən tək bir gəlir mənbəyinə bağlısan və bu dövrdə tək gəlir təməli zəif binaya güvənmək kimidir. Cüzi zəlzələ olsa, hər şey yerlə yeksan olacaq. Bunun üçün pis olma, sənə xoş xəbərim var. İndi artıq hər kəsin cibində bir fürsət var, lakin çoxu bunun fərqində deyil. Cibindəki fürsət pul deyil, telefondur. Telefon sadəcə baxmaq, oynamaq, zəngləşmək üçün yox, həm də pul qazanmaq üçün var. Əgər biraz vaxtın və məqsədin varsa, bir telefondan öz gəlir mənbəyini yarada bilərsən. Məsələn, bir çoxları elə bu cür başlayıb. Onların arasında mən də varam. Evində əl işi hazırlayan birinin hazırda Instagramda yüzlərlə müştərisi var. Biri onlayn parfüm satır, digəri dizayn işləri görür. Bəziləri isə onlayn mağazasını qurub və real qazanc əldə edir. Bir səhifə aç, bir məhsul tap, paylaş. Bir addım at, bir şey et ən azından. Ən çətini ilk addımdır. Çıxdığın yol səni özü aparacaq. Əlavə gəlir, sənə sadəcə pul gətirmir, maliyyə azadlığı gətirir. O azadlıq ki, artıq maaş gününü gözləmək məcburiyyətində deyilsən. Çünki artıq öz gəlirini özün yaradırsan. Elə indi başla. Sadəcə internetdən istifadə edə biləcəyin telefonla başla.